Hər vaxtınız xeyir yoldaşlar. Gəlin indi mürəkkəb tamamlığın hansı ki ingilis dilində biz ona complex object deyirik, izahına baxaq. Ümumiyyətlə ingilis dilində mürəkkəb tamamlıq birinci feil, daha sonra tamamlıq, daha sonra yenə feil bu şəkildə olur. Burada iki dənə feil dediyimiz nədir? Bu birinci feilimiz şəxsli feildir. İkinci feilimiz isə şəxssiz feildir. Şəxsli və şəxssizin nə olduğunu deyək. Şəxsli feil mübtədanın düz yanında işlənib, kim tərəfindən icrası bilinən feildir. Şəxssiz feil, şəxsə və kəmiyyətə görə dəyişməyən və icrasının da kim tərəfindən olduğu məlum olmayan feilə deyilir. Siz şəxssiz feili şəxsə və zamana görə dəyişə bilməzsiniz. Siz şəxssiz feili zaman şəkilçisi artırıb zamana görə və yaxud da inkarda köməkçi feil artırıb inkara çevirə bilməzsiniz. Biz onu əslində negativdə də keçmişdik. Və burada tamamlıq vəzifəsində, mürəkkəb tamamlıq dediyimizdə, tamamlıq vəzifəsində isim və əvəzlikdən istifadə olunacaq. Mürəkkəb tamamlıqda, yoldaşlar, feillər 3 şəkildə düzəldilir. Birinci V1, ikincisi V1 plus ing, üçüncüsü isə to plus V1 şəklində olacaq. Və biz feilləri bu kateqoriyalara əsasən böləcəyik. Birinci kateqoriyamızda make ilə let feili gəlir. Make və let feilləri özündən sonra ancaq V1 şəklində olan feil qəbul edəcək. Bir şərtlə ki, əgər sizin cümləviz burada görünən feil, tamamlıq və feil şəklindədirsə, əgər iki dənə feil ortasında bir tamamlıq varsa, deməli söhbət mürəkkəb tamamlıqdan gedir. İstisnalara baxacağıq. Let ilə make, let icazə vermək, make isə məcbur etmək mənasında işlənəcək. Məsələn, baxıram ki, she lets. Bax, buradakı let hansı feildir? Şəxsli feildir. Niyə şəxsli feildir? Çünki düz mübtədanın yanında işlənir. Və biz də feilləri 3 kateqoriyaya ayıranda dedik ki, let ilə make-dən sonra heç nəsiz feil, V1 şəklində olan feil gəlir. Go out after the lesson. Və yaxud da faza made. Buradakı made, ortadakı tamamlıq, his daughter, study də mənim V1-imdir. Baxın, 2 dənə feil, feil, feil. Ortasında da tamamlıq gəlibsə, deməli söhbət nədən gedir? Mürəkkəb tamamlıqdan. Let ilə make-in qaydası bu qədərdir. Sadəcə olaraq yoldaşlar, make-in bir dənə qeydi var ki, əgər make düzəltmək və hazırlamaq mənasındadırsa, özündən sonra to plus V1 qəbul edəcək. Nə deməkdir? Mən sizə feillər atmışdım, hansı ki ancaq make-dən düzəlirdi. Make a mistake, make a decision, make a company, səhv eləmək, qərar vermək, şirkət düzəltmək və s. Əgər make feilin özünü make edirsə, yəni birləşmə şəklində olan feilin özünü make edirsə, özündən sonra to plus V1 işlənə bilər. Çünki burada söhbət mənim burada danışdığım məcbur etmək feilindən getmir. Burada söhbət bu birləşmənin tərkibində olan make-dən gedir. Ona görə elə ki normal feildir də özündən sonra V1 gəlir. Sadəcə olaraq diqqət yetirin. Əgər make-dən sonra tamamlıq gəlməyibsə və birləşmə şəklindədirsə, onda özündən sonra to plus V1 istifadə oluna bilər. Məsələn, my cousin made jokes. To make a joke ifadəsi var, zarafat eləmək. Make jokes bir yerdə birləşmədir. Yəni bu bizim danışdığımız məcbur etmək feili deyil. Ona görə görün özündən sonra nə gəlib? To plus V1 gəlib. Və yaxud da make a decision birləşmə şəklində qərar vermək feilidir. Qərar verməkdir bu feil. Make məcbur eləmək feili deyil. Ona görə özündən sonra nə gəlir? To plus V1 gələcək. Daha sonra, əgər let və make feillərindən sonra həmcins feillər gələrsə, hər zaman hər bir feil V1 şəklində olacaq. Məsələn, cümləmin başında baxıram ki, let var, düzdür. She let us. 2 dənə feilin ortasında işlənib. She let us go out and play. Burada mənim həmcins feillərim nədir? Bu birinci feildir, bu da ikinci feildir. Yəni ki, bilirsiniz nə deməkdir yoldaşlar? Əgər leti bu birinci feilə, daha doğrusu bu birinci feilimi letə aid eləyib V1 şəklində yazmışamsa, bu qayda ikinci feilimə də aiddir və o da V1 şəklində olmalıdır. Yəni ki, siz bura she let us go out and to play yaza bilməzsiniz. Bu qaydanı, letin qaydasını hər iki feilə şamil eləməlisiniz. Və yaxud da had made, baxıram ki, feilim nədir? Make-dir. Make-dən sonra bilirəm ki, V1 gəlir, düzdür. Buradakı həmcins sözlər hansılardır? Take these things, take and carry'dir. Mən bu qaydanı feilin hər ikisini aid eləməliyəm.
Əgər birinci feili V1 şəklində yazmışamsa, ikinci feili də V1 şəklində yazmalıyım. Həmcins feillər o deməkdir. Gəldim ikinci kateqoriyaya. Biz bayaq feilləri 3 kateqoriya ayırdıq. V1 ilə, V1 ING ilə, to plus V1 ilə işlənir. Burada yoldaşlar 6 dənə feil var, hansı ki həm V1 ilə işlənəcək, həm də V1 plus ING ilə. V1-i bilirik də, məsələn, feilin ilk halı play deyirəm. V1 plus ING nədir? Playingdir. Yəni, burada gördüyünüz 6 dənə feil mürəkkəb tamamlıq şəklində istifadə olunubsa, özündən sonra V1 də yazsaz düzdür, özündən sonra V1 plus ING də yazsaz düz olacaq. Bunlar hansılardır? His bildirən feillər. Eğer ki, belə yadınızda saxlayın. Görməklə bağlı olanlar see-dir, watch-dur. See görməkdir, watch izləməkdir. Notice görmək, sezməkdir. Observe də müşahidə eləməkdir. Bunlar görməklə bağlıdır. Feel hiss eləməkdir, hear də eşitməkdir. Bu 6 feili də belə yadınızda saxlayın. Məsələn, baxıram ki, ortada tamamlıqdır. Birinci feildir, ikinci feildir. Və feilim C-dir. C-də ikinci kateqoriyaya aiddir. Həm V1 ilə, həm də V1 plus ING ilə işlənənlərin içindədir. Deməli, siz C-dən sonra gələn feili həm ING ilə yazsaz düzdür, həm də V1 şəklində yazsaz düz olacaq. Və yaxud da felt feili. Felt var da bu feillərin içində. Baxın burada. Feltdən sonra həm ING-li feil gələcək, həm V1 gələcək. Hear feili. Hear'ni burada gördük. Eşitmək feili. Həm V1 gələcək, həm də ING gələcək. Watch feili. Görmək, izləmək feili. Həm V1, həm də V1 plus ING gələcək. Bu da oldu 6 dənə feilimizin qaydası. Eyni zamanda həmcins feillər gələrsə, əgər həmcins feillər gələrsə, sən birinci feili V1 şəklində yazmışsansa, ikincini də V1 şəklində yazmalısan. Əgər birinci feili ING ilə yazmışsansa, ikincini də ING ilə yazacaqsan. O nə deməkdir? Məsələn, cümlənin əvvəlində görürəm ki, əsas feil kimi so verib. So bu 6 dənə feilin içindədir, düzdür. V1 və V1 plus ING ilə işlənənlərin içindədir. Əgər so'dan sonra gələn feili sən V1 şəklində yazmışsansa, digər feili də, həmcins olan digər feili də V1 şəklində yazmalısan. Əgər V1 plus ING şəklində yazmışsansa, bunu ikinci feilə də aid eləməlisən. İkincini də V1 plus ING şəklində yazmalısan. Sonra yoldaşlar, burada help feili var. Əslində inanmıram ki, help feili sizə düşsün. Yenə də deyək. Help feili yeganə feildir ki, özündən sonra həm to plus V1 gəlir, həm də V1 gəlir. Məsələn, I help the woman cross the road olar, to cross the road olar. Yəni, iki şəkildə də istifadə oluna bilər. Üçüncü qaydamız nə olacaq? Üçüncü qaydamız yerdə qalan feillərdir. Yerdə qalan feillərin hamısında to üstəgəl V1 şəklində istifadə olunacaq. Feilləri bir-bir saymağımıza ehtiyac yoxdur, çünki biz istisnaları dedik. Birinci make renletdir, ikincisi 6 dənə feildir. Yerdə qalan feillərimiz, bu sadaladığımız feillərdən başqa bütün feillərdə olacaq to üstəgəl V1 şəklində. Məsələn, baxın burada, ask. Ask feilini mən birinci ya da ikinci kateqoriyada demişdim. Yox, deməmişdim. Deməli, askdan sonra gələn feilim nə şəklində olacaq? To plus V1 şəklində olacaq. Amma uşaqlar, burada bir dənə qeyd var ki, biz bayaq həmcins feilləri sayanda dedik ki, birincisi V1-dirsə, ikincisi də V1 olacaq. Birincisi ING-lidirsə, ikincisi də ING-li olacaq. Amma burada yerdə qalan feillərdə, məsələn, burada wish var, arzu eləmək feili, onların içində yox idi. Burada həmcins sözlərin biri comeback-dir, biri də meet-dir. Birinci feilimizə to-nu aid eləmişsinizsə, ikinciyə to yazmağınıza ehtiyac yoxdur. Birinci aid eləmişsənsə, okeydir. Olduğu kimi saxlayıram. Həmcins sözlər də bu deməkdir. Sonra yoldaşlar, bir cümlədə bir neçə mürəkkəb tamamlıq olarsa, bu zaman hər bir feil özündən əvvəl gələn feildən asılıdır. Nə deməkdir? Məsələn, burada baxıram ki, birinci gələn feilim nədir? Ask feilidir. Ask feili kateqoriyaların içində yox idi. Deməli, askı nə ilə işlədəcəm? To plus V1 şəklində. Askdan sonra gələn feilim olacaq to make. To make-i birinci kateqoriyada demişdik. Make-dən sonra gələn feilim nə şəklində olmalıdır? V1 şəklində olmalıdır. Burada gəlib to make their children help. Help oldu V1. Burada yazaq to üstəgəl V1. Help feilin biz istisnaya aid eləmişdik ki, helpdən sonra həm V1 gələ bilər, həm də to plus V1. Help bunu aid elədi.
təyinlədi daha doğrusu. Həm V1, həm to üstəgəl V1. Məsələn, tutaq ki, atıram, bu do-dan sonra feil gəlsəydi necə olacaqdı? Do onların içində olmadığına görə əgər feil gəlsəydi, olacaqdı to plus V1. Hər feil özündən əvvəl gələn feili təyin edir. Məsələn, recommend bunların içində yox idi. Recommenddən sonra necə feil gəlib? To üstəgəl V1. Watch var idi onların içində, düzdür? Watch hansı kateqoriyaya daxil idi? Həm V1, həm də V1 plus ing şəklində olanlara. Pay feili onların içində olmadığına görə pay'dən sonra gələcək to plus V1. Oxu səhv qoydum. Buradan pay gəlməlidir bura, to make-ə. Məsələn, to make-dən sonra feil olsaydı, to make-dən sonra gələn feilimdə olacaqdı V1. Bu qədər sadə. Bir də yoldaşlar burada icbar növ var. Hansı ki quizə düşmüşdü. Əslində yazılı formada sizə göstərmişdim. İcbar növü iki cür düzəldirlər ingilis dilində. Bir have feili ilə, bir də to get feili ilə. Əgər have-dən və get-dən sonra cansız tamamlıq gələrsə, onda feillərimiz olacaq V3 şəklində. Məsələn, they-dən sonra gəlib have. Have-lə digər feilin ortasında their car var. Car necə tamamlıqdır? Cansız tamamlıqdır, düzdür? Deməli, özündən sonra gələn feillər olacaq, V3 olacaq. Ümumiyyət, uşaqlar, icbar növləri də Azərbaycan dilində bilirik. Məsələn, kiməsə nəsə elətdirmək, nəyisə kimisə elətdirmək. Bu icbar növdür. They have their car repaired. Onlar maşınlarını düzəltdirdilər. Kiməsə düzəltdirdilər, bilmirəm. They get their car repaired. Get-lə have-in qaydası eynidir. Əgər have-dən sonra və get-dən sonra canlı tamamlıq gələrsə, canlı tamamlıq. Have-də olacaq V1, get-də olacaq amma to plus V1. Canlı tamamlıq, məsələn, mekanik. Mekanik bilirəm ki, canlı tamamlıqdır, düzdür? They have a mekanik, repair my car. Onlar mexanikə mənim maşınımı düzəltdirdilər. Ortada olan tamamlığım canlı tamamlıq olduğuna görə have-də olacaq V1, get-də olacaq to üstəgəl V1. İcbar növdən də bu qədər. Gəl mürəkkəb tamamlığın bir-iki dənə sualına baxaq, qaydanı yekunlaşdıraq. Məsələn, yoldaşlar, 104-cü suala baxsaq. When I entered the hall, I noticed. Noticed bilirik ki, 6 dənə feilin içində idi. Və 6 feilin qaydası necə idi? Ya V1, ya da V1 plus ing. Deməli, noticed'dan sonra gələn bu boşluğun yerindəki feil ya olacaq take, V1, ya da olacaq taking, V1 plus ing. Ümumiyyətcə, bununla bağlı testlər çox deyil. Mən tapdıqca sizə ataram, işləyərsiniz. Yəni, çətin bir şey yoxdur. Ən asan qaydalardan da biri budur. Birinə də baxaq. Və yaxud da 4-cü sualda. This present made. Made birinci kateqoriyaya aid. Özündən sonra V1 gəlirdi. Made her. V1 olan variant hansıdır? Feel happy. Cavab olur Y. Bu qədər sadə. Mürəkkəb tamamlığın da qaydası bu qədərdir, yoldaşlar. Ümid edirəm, anlaşıqlı olmuşdu. Əgər sualınız olsa, mənə yazıb soruşa bilərsiniz, uğurlar.